Ben yenidən də bu həyatı yaşayardım. Nəyə görə? Bu həyat məni hər şeyə öyrədib və mən özümü xanım kimi çox güclü bir xanım hiss eləyirəm. Hər şeyim var. 2 balam var, 2 nəvəm var, evim var, bağım var. Əsas gözəl işim var. Çalışan insan hər yerdə bərəkət tapar. Bu çox vacibdir. Xaricdə də yaşasın, sən 24 saat çalışmalısan. Bəzi elə bilirlər ki, həyat yüngüldür, belə pul yüngüldür qazanmaq. Amma o yüngüldür. Onun üçün işləmək lazımdır, oxumaq lazımdır, sevmək lazımdır və yaratmaq lazımdır. Xoreografiyada problemlər var. Problemlər çoxdur və biz istəyirik o problemlər tezlikcə baxılsın. Mənə bəzi adamlar deyirlər ki, nəyəvə lazımdır, sən alırsan prezident təqaüdü, nəyə görə hər zaman bu sualı qaldırırsan. Amma mən deyirəm, yox, insan elə yaşamamalıdır. İnsan mütləq bir-birinə kömək eləməlidir. Mütləq bir-birini başa düşməlidir. Bəs mənlə çiyin-çiyin işləyən insanlar, rəqqaslər, bugün mən görürəm ki, bunlar daha yaşları çoxdur, iş tapa bilmirlər. Sonra axı bu böyle çox düzgün formada deyir ki, sən 35-40 yaşında bu sənətdən gedəsən və iş tapmayasan və təqaüd almayasan. Nəylə sən dolanmalısan? Ona görə mən hər zaman bu sualı qaldırıram və istəyərdim ki, birlik olsun və Allah Taala qapılarımızı açsın. Biz müraciət eləmişik, ümid eləyirik ki, bu müraciətə yaxın vaxtlarda cavab olacaq. Sadəcə mənim anamın və mənim həyat yoldaşımın arzusu idi. Mən də düşünürdüm ki, mən öz qanunlarımı bilim. Bunu düşünürdüm. Mənim həyat yoldaşım özü hüquqşünas idi və hər zaman deyirdi ki, insan öz qanunları bilməlidir. Qorxmurdum işdən. Mən 5 yerdə işləyirdim. 21 yaşından mən Səyyah Uşaq Rəqs Ansamblının bədii rəhbəri idim. Mən öz fəaliyyətdə dərslər verirdim. Mən uşaq sevimli balada işləyirdim. Mən işdən qorxmayan bir adamam. Mən hər zaman tapıram. Harda olar işləmək və qazanmaq. Amma bu mənə layiqli bir iş olmalıdır. Nəvəmdə bu potensialı görürəm. Rəqsi çox sevir. Tamaşalara gedir, konsertlərə gedir və özü gimnastikaya gedir, orada da məşğul olur. Ümid edirəm anası da buraxar ki, bu sənəti davam eləsin. Dünyanı gəzirdim, qastrollara gedirdim və hər zaman diqqətlə yanaşmırdım. Mənim bacılarım daha da çox balalarıma baxırdı və illərdən sonra mənim görürəm ki, mənim qızım necə uşaqlara baxır. O qədər məhəbbət onlara bağışlayır, o qədər diqqətdən onlara yanaşır. Bir dəfə də mənə bu sözü deyəndə bu mənim qəlbimə çox dəydi. O söz mənim üçün çox önəmli oldu və mən o sözü demək istəyərdim ki, analara ki, hər zaman uşaqlarının dilini tapmaq lazımdır. Uşaqlarla dost olmaq lazımdır. Çox müasir bir xanımam, olduqca çox müasir. Uşaqlarım da müasir, nəvələrim də müasir. Amma baxmayaraq buna, mən hər zaman bilirəm ki, mən müsəlmanam. Ona görə bizdə cavanlar bəzi şeyləri başa düşmürlər, hansı ölkədə doğulublar. Balaca uşaq nə başa düşür? Gedir, müəllim göstərir, o da oynayır. Bəzi toylarda da bizim milli tarixə yazılan rəqslərini bərabaq günə qoyublar. O naz eləməni, o tərəkəməni, o cəngimizi, o üzündərəni, sarı gəlinimizi bərabaq gündə ifa edilir. Axı olmaz. Bu tarixə yazılan bir rəqslərdir. Ona görə dəfələrlə deyirdim,
Bunlar da oturub əl çalırlar. Deyirlər ki, gör mənim qızım ya mənim oğlum necə gözəl oynayır. Axı bu düzgündür. Xanım qalmalıdır, qız qalmalıdır, oğlan qalmalıdır, bəy qalmalıdır. Bizim rəqslərimiz, xanımlarımız çox incə ifa eləməlidirlər. Amma bugün o müəllim pul qazanır, səs qazanır, valideyn də zövq alır. Yenə də valideynlər bundan mübarizə aparmalıdır. Biz dəfələrlə deyə bilərik, gülə bilərik, bəlkə zəng eləyib deyə bilərik. Amma valideyn deyir ki, bu mənim qızımdır, özüm istəyirəm. Nə istəyirəm, onu da eləyirəm. Bugün efirlərdə xalqımız görür ki, biz necə birbirimizlə danışırıq, birbirimizlə rəftar eləyirik, birbirimizə sözlər atırıq. O mənim üçün mədəniyyətdir. Mənim qəlbimdə, ürəyimdə bəlkə deyilən sözlər də çox olur. Amma mən hər zaman izləyirəm və ardı lazımdır öz sözümü normal səviyyədə çatdıra bilirəm. Gözəllik bu ürəkdir. O var insanlar Allah'ta elə gözəl yaradır, amma o gözəlliyi görsənmir. Mən həyatı sevən bir insanam. Mən hər zaman yaradıram və işləyirəm öz üzərində. Özüm evə gəlib özümə baxıram. Çox sevirəm səliqəli geyinim, səliqəli görünüm və yaşayanda, o səhnəyə çıxanda, siz gördünüz, bir ildən sonra mən səhnəyə çıxdım. Mən qorxmadım. Amma bir-birinə oxşayır. Amma bu, necə deyim, bəzi xanımlar transvestita bənzəyirlər özlərini. Ona görə bəlkə bunlar güzgüdə görmürlər, ya onlara xoşdur. Qadın təbii qalmalıdır və demirəm ki, özünə baxmamalıdır. İndi bəzi adamların adlarını çəkmirəm, amma yaşları çoxdur, amma çox gözəl görünürlər. Onlar da əməliyyat eləyiblər, amma elə incə, elə gözəl və bir dəfədə insan nəsə eləyə bilər. Bu efirə çıxanlar bir insanlardır, çox gözəl görünürlər. Amma bu ki, blogerlar ya kosmetologlar, onlar pul üçün işləyirlər, reklam üçün işləyirlər. İnsanın ağlı olmalıdır. Axırı bu sualın cavabı insanın ağlı olmalıdır ki, özünü görməlidir güzgüdə, özü baxmalıdır ki, nə günə özünü sayır. Ona görə ağıl olmayanda biz heç nə sizlə eləyə bilmərik. Biz onlara desək eləmiyiz, görsətmiyiz və getmiyiz, inanmıyız. Onlar eləyəcəklər bunu. Amma çox əfsuslar olsun ki, bəzi xanımlar çox biabırçı gündə çıxırlar efirlərə, YouTube'a, geyimlərinə baxmırlar, lütləşirlər. Yenə də deyirəm, mən müasir adamım. Amma insan belə özünü belə biabırçılıq günə qoyur və özündən zövq alır baxa-baxa. Amma bilmir ki, o bizim gələcəyimizi ki, oradır. Çox xoşbaxt bir xanımım. O yaş fərqi mənim üçün heç problem deyirdi. Mən dəfələrlə deyirdim ki, mənim həyat yoldaşım, mənim dostum, mənim sevimli bir insan idi. Və mən çox xoşbaxtam ki, mənim yanımda 38 il üçün o idi. Bəli, problemlər olub ki, anam istəmirdi ki, biz evlənək. Başa düşürdü ki, yaş fərqi bəlkə illərdən sonra öz sözünü deyəcək. Amma öz sözünü demədi. O əsil kişi idi və mən əsil Azərbaycan xanımıyam. Mən hər zaman çalışıram ki, öz həyatımı qoruyum, öz ailəmi qoruyum və öz mənliyimi qoruyum. Bəzi məqamlarda olur ki, kişi başlayır gəzməyə və xanım dözmür. Mən yeganə bir söz deyə bilərdim ki, mən öz həyatımı ailədə nəyəsə gözümü yumurdum, nəyəsə sözümü deyirdim. Amma hər zaman çalışırdım ki, ailə dağılmasın. Onu mən istəyərdim ki, xanımlar başa düşsünlər ki, ya bu addımı atmaq lazımdır,
ya ki sən bu addımı elədin, sən öz ailəsini qorumalısan. Təbii ki, kişi istəmir və ciddi deyil və kişi deyil. Day xanımlar neynəsinlər? Bu iki tərəfli bir, bilirsiniz, sualdır. Amma cavanlar evlənməyi ciddi yanaşmırlar. Elə evlənirlər, amma evlənir, bir ildən sonra boşanır. Evlənir, bir ildən boşanır. Bu da bəlkə də yenə də ailədən asılıdır. Mənim həyat yoldaşım o qədər ağıllı idi, o başa düşürdü ki, mən bu sənəti sevirəm. Amma hər il deyirdi ki, birinci uşaq oldu, bununla bitirək. Sonra ikinci uşaq oldu, yox, bununla bitirək. Mən də hər zaman deyirdim ki, birinci oldu, qoy ikinci olsun, mən bitirəcəyim. Anladırdım onu. O deyirlər ki, yalan, zərəl gətirməyən yalan deyil. Atamı mən birinci sinifə gedəndə itirmişəm. Anamı mən demək olar toydan sonra, 3 gündən sonra o çox bəlkə xəstə idi. Və o ən çətin bir ömür, ən çətin ananı itirməkdir. Biraz da istəyərdim ki, həyat yoldaşım yanımda olsun, baxmayaraq ki, yaşı çox idi. Və istəyərdim ki, anam görsün ki, mən hər şeyə layiq olmuşam. Bilirəm ki, onlar görürlər bunu və yaşayanda, yaradanda, bu zaman 11 ildən sonra səhnəyə çıxanda mən ilk sözüm, ilk addımım rəqslə mən onlara əsr elədim. Hər yaşın öz gözəlliyi var, çox gözəl histir. O ki, mən bir gün bacardım oynamağı. 70 ildə də inşallah Allah ömür versə bacaracağım, 80 ildə. Mən onu da deyirdim, 20-30 il bundan əvvəl mən deyirdim ki, mən Maya Plisetskaya kimi 80 yaşına qədər səhnəyə çıxacağım. Hansı janrda deyə bilmərəm, amma Allah ömür versin. Allah ömür verəndə insan hər şey bacarar.